Salam dəyərli izləyicilər, kanalıma xoş gəldiniz. Biskvit hazırlayıram. Bizə lazımdır 5 ədəd yumurta, 1 stəkandan biraz az şəkər tozu. Biraz saldıqdan sonra üzərinə 5 xörək qaşığı qaynar su əlavə edirəm. Deməli hər bir yumurtaya 1 xörək qaşığı su. Ondan ötürüdür ki, biskvit həm yüngül, həm yumşaq alınsın deyə. Ayrı bir qabda 1 xörək qaşığı kraxmal, 1 stəkan yarım ələnmiş un, 1 paket vanil, 1 paket kabartma. Bunları karıştırıram. Yumurta tam çırpıldıktan sonra unumuzu yumurtanın üzerine hissə-hissə əlavə eləyib ehmalca karıştırıram ki, xəmir çökməsin. Sonda 1 armudu stəkanın yarısı qədər duru yağ xəmirin üzərinə əlavə eləyib listə yerləşdirirəm. Əziz xanımlar, burada mənim listim böyükdür. Yəni 30-un 40-adır ölçüsü. Mən bu xəmirdən deməli 3 dəfə eyni qaydada bu xəmiri hazırlayıb 3 dənə biskvit hazırladım. Nişan tortu hazırladığım üçün, böyük tort lazım olduğu üçün mən böyük listə elədim. Lakin siz bu xəmirdən 22 diametrdə bir dəfəyə bu xəmiri hazırlayıb rahat şəkildə 3 hissəyə biskviti bölə bilərsiniz. Əvvəlcədən qızdırılmış 150 dərəcəli sobada biskviti bişirdim. Çox yumuşaq, yüngül bir biskvit alındı. İnşallah siz də hazırlayarsınız. Əgər bəyəndinizsə, bəyənmə düyməsinə toxunmağı unutmayın. İzlədiyiniz üçün təşəkkür edirəm. Sağ olun.